Salam, mən endokrinoloqam, özümə hansı müalicələri təyin etmərəm? Birincisi, antitipo və yaxud antitq, antisellər yüksəkdirsə, bunu heç vaxt müalicə etmərəm. İkincisi, Hashimoto aşkarlanıbsa, qidadan gluteni çıxarmaram. Üçüncüsü, şəkərli diabet aşkarlanıbsa, müalicəni ildə 2 dəfə sistem etməkdə görmərəm. Çünki bu zaman şəkərli diabetin əsas müalicəsi diqqətdən kənar qalacaq. Dördüncüsü, hər prolaktin qalxmasında Dastinex təyin etmərəm. Beşincisi, düyünlər aşkarlanıbsa, aylarla maqni, selenium, vitamin D qəbul etmərəm. Altıncısı, cavanlaşmaq üçün və yaxud əzələ kütləsinin itməməsi üçün, metabolizmin sürətlənməsi üçün xüsusi peptid terapiya qəbul etmərəm. Nə üçün? Çünki müasir müalicə standartlarına bu üsullar daxil deyil.